müddət sonra mən gəldim. Yeni bir əməliyyat vlogu ilə qarşınızdayım. Ən sonki vloqum anamın burun əməliyyatını etdiyim bir vloquydu. Ondan sonra səs sorağım getdi. Çünki həqiqətən YouTube məni biraz xəyal qırıqlığına uğradı. Türklər demiş. Çünki istədiyim effekti ala bilmirəm. Düzdür, bəlkə də daimi istifadə etsəm, alardım, amma məni çox yoran bir proses idi. Yəni 1 saatlıq videoları, hətta bəlkə daha uzun çəkən kadrları birləşdirib 15, 20, 30 dəqiqəyə endirib video paylaşırdım. Amma gəl gör ki, izlənmə və rəylər çox az olurdu. Bu da məni əlbəttə ki, motivasiyadan salırdı istər-istəməz. Çünki YouTube daha əziyyətli platformadır. Bugün nə edirik? Bilmirəm paylaşacağımı yoxsa yox, amma başlayıram çəkməyə. Əgər qəşəng çıxsa bunu paylaşacağım və motivation olacaqsınız sizdə. Əslində videonun başlığından gördüyünüz kimi bu bir əməliyyat videosudur. Bəli, mən artıq sinə əməliyyatı olacağım və sabahları da artıq əməliyyatım. İndi isə orada qalacağım üçün kiçik bir çanta yığacağım. Gəlin sizlə söhbət eləyib çantanı yığaq. İlk öncə bilirəm ki, qınaq obyektinə də çevrilə bilərəm ki, heç ehtiyac yox idi, niyə elədin? Bu tərz suallar gələ bilər. Amma əksər izləyicilərim də bilir ki, mənim artıq illərdir sinə kompleksim var. Uzun müddətdir araşdırıram ki, hansı həkimə gedim, düzgün həkim seçimi olsun və mən gələcəkdə də heç bir problem yaşamayam. Ən sonunda isə Günay Əhmədovanı tapdım. Günay doktor əməliyyat edəcək məni sabahları. Mən burun əməliyyatımda da çox rahat bir şəkildə əməliyyata girmişdim və həqiqətən də uğurlu oldu. Yüzlərlə insan əməliyyat olundu doktoruma. İndi isə növbə sinədədir. Əminəm ki, mənim kimi eyni problemi yaşayan izləyicilərim çox həqiqətən kompleksdir. Yəni, məndə ən azından kompleks yaradır. Düşünürəm ki, insan bu həyata bir dəfə gəlir və komplekslərdən azad olmalıdır. 12-də götürürəm, üzümü silmək üçün bir də lazım olur. Mən də çox götür-qoy elədim, düşündüm və ən sonunda dedim ki, bu əməliyyat olacaq. Bu saç spreyimdir, Morphosun. Bir də favori ətirlərimdən birini götürürüm. Nemləndiricimi götürüm. Son dəfə də olsa sizinlə belə yaxından bölüşüm. Düşünürəm ki, sinə insanı kilolu göstərən bir şeydir və məndə də həmçinin nə qədər arıqlasam da ki, müəyyən qədər kiçilmə olurdu, amma kökəl arıqlı, həm dəri artıq köpük dillə desək cırılır və xoş görüntü olmur, həm də ki, ümumiyyətlə böyük olduğu üçün və bu genetik olduğu üçün deyə düşünürəm, bu məni narahat edirdi. Ona görə kiçiltmə əməliyyatı eləyəcək, implant və s. olmayacaq, bilməyənlər üçün qeyd edeyim. Sadəcə kiçiltmə və dikləşdirmə olacaq. Günay Əhmədovanı seçmişəm, dediyim kimi sabahları da əməliyyata gedirik. Qısa bir Instagram vlogu da olacaq, çox güman ki. Əlavə olaraq da YouTube'da istədim ki, çəkim, burada xatirə qalsın. Əgər etmək istəyib də etməyənlər, risk edə bilməyənlər varsa, məndən sonra düzgün həkim sayəsində əlbəttə ki, edə bilərsiniz bunu. İndi isə gedim makyajımı silim. Yatım, hazırlaşıq sabaha, sabah səhər oyananda inşallah çəkərəm, paylaşarım. Sabahınız xeyir. Andakı dostumla birlikdə gedirəm əməliyyata. Qapıdan çıxanda olmalıdır ki, heç çıxıram da öyle. Allah Məhəmməd ya. Allah sənin yolunu açıq eləsin. Uğurlu əməliyyatın olsun və nəzir. Gedirəm. Sağ-salamat get. Sağ-salamat get. Əməliyyata gedirəm mən, abisi. Dilay aparır məni. Ücə maşına minəndən bayaqdan problemlərlə üzləşirik. İlk problemi ki, Svetofor işləmir. svetofor işləmir. Şokda. Şofer Avtobus yoluma kəsir. Çönürəm avtobusa baxmağa ki. 3 dənə zolağı keçdi baxamağa, yaxşıdır, maşınlar yox idi. Sən niyə yola baxmırdın? İşləmir, az bugün mənim günümdür. Svetoforlar işləmir. Svetoforların heç biri işləmir. Allahım, bu nədir? Az gözəl lalə. Az bu yaxşı bir şeydir də, tez gedəcək provkasız. Xanım bugün mənləndir. Real gəlsin, çəkiliş olacaq. Sonrasında da əməliyyata girəcək. Dilay dolabına qədər mənləndir və yemək yiyir. Yox, mən az tuzu çox qalmışam. Gedirik. Palataya keçdik. İndi əynimi dəyişəcəm, geyinəcəm və sonrasında da doktor gələcək, başlayacaq ölçüləri falan götürməyə, hər şey çizimlər ediləcək sinənin üzərində. Ondan sonra da əməliyyat başlayacaq.
Əməliyyata hazırlaşır, heyecanlanıb. Genəlmiş durumunu çəkim. Heç həyəcan zad yoxdur, prosta özünü şey eləyir də. Qorxudur. Sən səsin düşür görəsən? Mikrofona yaxınam da, yəqin ki düşür hə. Belə rahatıq da. Hər ilk bir dənə əməliyyat. Axırda şey olacaq, müğənni zad olacaq bu belə bu gedişlə. Kemal Güneşli. Ayda o qədər ağrıdırdı o narkozun şeyi. Tamam. Basafix qoydu. Yaxın, yəni şeydir də, məsafə olaraq hə yaxındır. Bu da kalp. Dıdın. İşte kalp. Çok şirindi. Kalbim ya. Ne bir şey diyeyim, tatoyayım belki. Karar daha belirli. Söyleyeceğim. O oxu qoydu ki, onu incidəcək. Ona görə qoymuşdu. Ürəyini də yaraladılar qızım. İşte gidiyorum bir söz demeden. Mimiki çötme. Benim canım doktorum, Güven doktor. Merhaba. Hoş bulduk. Hoş gördük sizi. Deməli, əməliyyata biz birazdan başlayacağıq. Ən çox verilən suallardan mən də sizə vermək istəyirəm. Neçə müddət sonra ağırlıq qaldıra bilmək olar? Ən azı 3 aydan sonra. Neçə müddət sonra maşın sürmək olar? Minimum. 2 aydan tez olmaz. Bəs, yaxşı, əməliyyat sonrasında nəyi tövsiyə edirsiniz, nəyi etmirsiniz? Təbii ki, ilk bir ay ərzində çox ehtiyatlı olmaq istəyirəm. Niyə? Çünki biz adətən çox incə saplardan istifadə edirik, kosmetik saplardan. Hətta bir neçə ölçü balacası gözüsünə bir saplardan istifadə edirik, çox zərif saplardan. Bu saplar test olunabilir. Və bəzən pasiyent elə bilir ki, hər şey sağaldı, yaxşıdır, amma o saplar test sorulur. Yaranın birləşməsi gecikə bilər amma. Bu zaman da bir müddət sonra, təxminən 2-3 həftə, bir ay sonra pasiyentin kəskin hərəkət edilməsi nəticəsində yara açıla bilər, açıla bilər. Buna da ehtiyatlı olmaq lazım. Çünki gözlərində istəyəcəkdir. Qurban tələbədir. Şimdi əməliyyata başlayacaq, mənim əməliyyatım təxminən nə qədər çəkəcək? Təxminən 4 saat çəkəcək. Hadi gedək. Gidiyoruz. Gidiyoruz. Formamı giyinmişəm. Belə. Gedirəm günləri çəkməyə. Necəsiz? Vloga belə başlayıram. Saat 7-yə qalıb sübdən oyanmışam. Babam da yanımda yatıb. Ama yatmısa. Salam elə. Bu qadın mənim yanımda qaldı bu gecə. Mənə baxdı. Deməli, onda səsli danışa bilərəm. Dünənlərə heç halım yox idi telefonda nəsə çəkməyə. Dünən o kadar yorğun uyudum. Əməliyyat sonrası biraz ağrım var idi. Əlim telefon ucu tutmurdu, o hayda değildim ki, sizin karşınızda istəyirəm rahat çıxım. İndi bu gün o kadar rahatam. Ağrım da demək olar ki, yoxdur. Belə göstərim sizə. O kadar xoşbəxt hiss edirəm ki, özümə. Yəni canım rahatladı da həqiqətən. İnsanın komplekslərindən azad olmaq o qədər gözəldir. Mən Kəbəz hospitalda əməliyyat oldum. Buradakı xanımlar o qədər yaxşıdırlar, işçilər o qədər ürəkdən, canla başdan adama kömək edirlər. Bu tək mənə deyil həqiqətən. Görürəm hər kəsə canla başla qaçırlar, kömək olurlar. Sözsüz gibi onların işidir. Amma yəni üzlərindəki o səmimiyyət, o gülər üzlüyü görəndə insan özü qıymır çağırmağa ki, mənə belə kömək eləyir, mənə bunu eləyir. Belə çox mutlu oluram. Doktorum Günay Əhmədovaya təşəkkür edirəm. Buradan Kəbəz Hospitalın rəhbəri Ariz doktora da təşəkkür edirəm. Həqiqətən çox yaxşı ağırladılar məni.
Her şey ürəyimcə oldu. İnşallah bugün akşamüstü de eve çıkacağım. Belə. Bedenim ödemlidir. Çok güman ki üzüm falan şişdi. Hem de tez durmuşam. Gözləyirəm səhər doktor gələcək. Mən tez oyanmışam. Doktor gələcək. Bu elimdeki çok güman ki açılacak. Sistem уже bitti. Vurulmağı. Belə. Bu akşam çıkacağım. Bu üzərimdə gördüğünüzde karset özünüz ya hazır alıp gelmelisiniz ya da doktor hazır alır elə verir. Çünkü ölçünü o bilir də sonraki ölçü nə olacaq. Onunla bağlı bir məlumatım yoxdur ama bu da ödənişlidir. 100 manat falan olmalı, bəlkə də 120. Tam dəqiq bilmirəm. Sabahınız xeyir. Yaxşısınız, necəsiniz? Yaxşı olarız canım mənim. Necə yatdınız? Allah elə bayaqdan onu deyirəm. Mən sosial şəbəkə işlədirəm axı. İzləyicilərimlə danışırdım. Orada sizə də təşəkkürümü bildirdim ki, həqiqətən sağ olasınız. Çox diqqət göstərdiniz mənə. Gəl yerində yat. Bu qadın çayda belə köpüğü gördüsə götürür alnına vurur ki, vardı olacaq. Sən də onu çəksəndə də var. Yazdı. Gəlsin, bərəkət gəlsin. Səhər yeməyimizdə yeyəcək belə tam xəstəxana yeməyi. Glasok. Şərbəti. Qəşəng. Allah şəfa versin, yastığın yüngül olsun, tez sağalasın. Amin. Antibiyotik sistem vuruldu. Birazdan bitsin gedirik evə. Biz gedirik. Bay bay. Yaxşıyam. Pijamamın koftasını giymişəm ki biraz boş rahat olsun. Eve geldim ve böyle şirin bir gülüm var imiş. Çok qəşəngdir. Evdəyim artık rahatam. Biraz çok cüzi ağrım var. O da yavaş yavaş azalacak inşallah. Belə. Deyirəm bu vlogu 2-3 gün davam elətdirəm. Bugün əməliyyatımın yəni birinci gün əslində sayılır da. Eve gəlmişəm bu günləri. 7 əməliyyat oldu, bugün 8 idi. Bugün ağrım biraz daha yaxşı, yəni azalıb. Dünən çox ağrıydı. 2-3 gün olurmuş bu ağrı. Dərmanlar falan yazıldı, onları aldı. Bu sinənin kənarına taxmadı ki, şılan kimi şey, onlar da qalıb. Sabahları gedəcək klinikada çıxardacaq doktor. İnşallah sabah ağrım biraz daha azalar. Görək. Sabah əslində 3-cü günüm sayılır. Bugün 2 məncə. 2-də başlayıb əməliyyatım, 6-da bitib. Amma elə olur. 4 saat çəkib əməliyyat. Artıq rəfiqələrim də bu günləri gəldilər yanıma, amma çəkməyi unuttum. Hərəsiylə biraz söhbət elədik, sonra getdilər, çox qalmadılar. Başım biraz qarışır belə olanda. Bu arada bilmirəm fikir versiyası, üzüm çox şişdi, yanaqlarım, üzüm, gözüm. Sabahınız xeyir. Danışam dərmanlarımı atmaq, ya da ac qarnına bu dərmanı atacağım. Saat 9'da doktorun yanına gedəcək. Sinəmə taxılan bu 2 şılan kimi şeyləri çıxardacaq və plazma eləyəcək. Ağrım biraz var. Bu da karset sıxır və 2 tərəfim olmayan ağrıyır və bu da danışanda məndə çətinlik yaradır. Doktor deyir ki, dincəlməlisən. Ancaq uzanmalısan, dincəlməlisən. Efor sərf eləməməlisən. Maksimum çalışıram uyum. Nasıl evin içində yemək yeyə bilərəm maksimum. Hələ ki, heç nə söyləyə bilmirəm. Görəndə gördüyüm xoş şeydi görüntüdə, amma adam tam belə sağalandan sonra görəcəkdi. Görək necə olur. Baxsın. Kızlar, çox video çəkə bilmirəm. Telefona çox toxuna bilmirəm çünki halım olmur. Və gəldim elə biraz yatdım, sonra durdum. Yenə mən görməyə gəldi rəfiqələrim. Sonra getdi. İğnələrim vuruldu. Çox pis yandırdı. Belə. Amma yavaş-yavaş ağrım azalır. Drenajlar çıxdığı üçün vəbşə yəni ağrı xeyli azalıb. Amma yenə də var. Bugün mənim 2-ci günüm sayılır. 7 əməliyyat olmuşam, 8, 9, hələ bugün 2-dir. 4 günə falan belə ağrı keçir.
səbirli olmağa çalışıram ki, doğrudan gözəllik qurban tələb edir. Nə qədər dözümlü olsam, o qədər yaxşı. Sadəcə çəkmək istəyirəm ki, belə görəs etapları. Bugün ikinci günümdəyəm, beləyəm. Oyandım, indi yoğurt yiyirəm. Bir də çalışıram bol-bol su içim. Çox ödəmliyəm, çox şişəm. Amma yavaş-yavaş azalacaq. Hətta azaldığını hiss edirəm üzümdən. Mədəm çox pis şişib. Həqiqətən yumrudur. Yoxsa şişməyə meyilli biriyəm də. Heç nə bəl qurtumu yeyirəm. Masaj edirsən? Sonra nə oldu? Nə danışır? Gecə oyanmağın. Ondan sonra 15 dəqiqə zat yatamadan. Hello, hər vaxtınız xeyir. Bugün əməliyyatım 3-cü günüdür. Yenə gedirik referansa. Bugün daha yaxşıyam. Drenajlarımı da çıxartdıq. Dünənləri. İndi gedirik bugün plazmaya. İnşallah Allah mərhəmət ya. Əksimizi gözdürür, gəlsin bilirsin. Allah əmanət olay. Ben maşın sürə bilmirəm. Çox sağ Heç nə beləm. Maşını sürə bilmirəm deyəmə. Taksinə gedirik. Bu da öyrənmədi vaxtında ki, indi Öyrənərəm. gedək. İşte. Ürəklərimi öyrənərəm. Uydu bulutlar nə gözəldir. Sinəyə iynə falan vuruldu. Bilmirəm o nə idi. İndi amma plazma edilir. Gözləyirəm sistem venaya köçürüləcək. Belə. Gözləyirəm indi iynə sistemə keçirsinlər. Bir sürü şey ama dəyər. Merhaba Melek. İstəyirəm qoşuludur. Mən də yer altına baxıram. Başımı belə qatıram. Ama yaxşıyam yəni, toparlanmışam uca. Bu sistemdəki yaxşıdır, xeyirdir, plazmadır. Belə gözləyirəm bitsin. Mamam da çöldə gözləyir məni, qıyamam. Ay, evə gəldim. Qəşəng özümə gəldim, rahatam. İndi hazırlandım, çıxıram çölə. İlk 10 gün, hətta yaxşı olardı bir aya yaxın müddət qolumuzu çox tərpətməyək. Çünki sinə kiçiltmə əməliyyatıdır. Bu ümumiyyətlə sinə əməliyyatında məncə belə olur. Mənə də mama maksimum kömək edir ki, özüm çox tərpətməyim qolumu. Çünki tikişlərin çürümə ərəfəsidir, daha doğrusu sağalma ərəfəsidir. Və yaxşı baxmaq lazımdır. Mən də biraz özümə gəldim, makyaj elədim, saçımı yığdım, belə geyindim. Bu arada çox şiş idim, sistem filan vuruldu, özümə biraz gəldim. Üzümdən hiss eləyərsiniz yenə də çənə xəttimin çıxmağını filan. Şişim yatıb bir xeyli, amma bədənimdə hələ də biraz şişlik var. Yatıb, amma yenə də var. Belə. O da ki, inşallah zamanla keçəcək. Özümü çox yaxşı hiss edirəm. Yaxşı ki, bu qərarı verib, həqiqətən sinə kiçiltmə əməliyyatı eləmişəm. Bugün artıq 3-cü günüm sayılır, 7'si olmuşam. 4 saata yaxın bir əməliyyat keçib və saat 6'da artıq əməliyyatım bitib, 2'də başlayıb 6'da bitib. 7'sini saymıram, 8, 9, 10, bugün 10'udur, 3-cü günümdür. Artıq beləyəm. Yanından taxılan şılan kimi şeylər var, onlara drenaj deyilir. Onlar çıxardılandan sonra dünənləri, ondan sonra daha yaxşı oldu. İynələrim, dərmanlarım hamısı yerində. Hə, görürsən nasıl? İynələrim, dərmanlarım hamısı yerində dediyim momentdə də mama gətirdi. Spirt dadı da verir, belə qəribə bir daddır. Hər dərmanın bir cürdür. Belə, necə görünürəm sizcə? Düzdür, biraz yorğunluq var üzərimdə, amma yenə də yaxşıyam. Hə, şiş demişkən aşağılarım da şişib. İnşallah sağlam qidaya başlayıram. Özümü tarazlayacağım. Daha yaxşı olacaq. Belə. Sinəmin də görüntüsünə, yəni ürəyim gedib də çox qəşəngdir. Mən həmçinin kiçiltmədən əlavə dikləşdirmə də etmişəm qızlar. Çünki doğrudan ətim yumuşaq olduğu üçün və böyük olduğu üçün, ağırlıq etdiyi üçün aşağı doğruydu. Daha dik olsun istədim. Yaşıma görə daha səliqəli, estetik bir görüntü olsun istədim. Ona görə deyirəm ki, kimin nəyə kompleksi varsa bundan azad ola bilər. Həqiqətən düşünürəm ki, düzgün qərar vermişəm. Bu mənim uzun müddət istədiyim bir şey idi. Bu yay artıq dedim ki, eləyəcəm yay gəlmədən, yəni bu sezonu rahat keçirmək istəyirəm. İndi xoşbəxtəm.
Son nəticə üçün də inanıram ki, çox xoşum gələcək son nəticədən də. Rəfiqəmi gözləyirəm, gəlsin, məni götürsün, gedirəm. Vlogu istəyirəm əslində burada sonlandırım. Əgər sonlandırsam, onsuz da görəcəksiniz. Belə sağollaşmaq istədim sizlə. Əgər istəyirsinizsə bir şeyi, onu yaxşıca araşdırın və sonrasında eləyin. Hər kəsə güvən yoxdur, bilin bunu. Mən çox yaxşı araşdırdıqdan sonra Günay doktoru seçdim və seçimimdə yanılmamışam. Çox yaxşı ki, onu seçmişəm. Onu tanımağıma vəsilə olan rəfiqəmə də çox təşəkkür edirəm buradan. Çünki o da oradan mənə yönəltdi, dedi ki, çox yaxşı doktordur və getsə peşman verirsən, elə də oldu. Fiş izləri və s. bunlar, qiymət, nə bilim, doğuşdan sonra necə olur, evlilikdən sonra təsiri zat, bunlarla bağlı ümumi suallarınızı həkimə versəniz daha yaxşı olar, nəinki mənə. Çünki hər kəsin bədəni individualdır və hər kəsin sağalma zamanı, hər kəsin sinə ölçüsünə görə qiymət, bunlar fərqli şeylərdir. Belə, öpürəm sizi, özünüzə yaxşı baxın. Ümid edirəm bu video sizə motivasiya olar və etmək istəyən bu əməliyyat, amma çəkinən, risk eləməyə qorxanlar edərlər və peşman olmayacağınızı əminəm. Kanalımı izləyin ki, yeni videolarla qarşınızda olun.